göstərir. Büyük ağır bombardımanlarla, yani altyapıdaki bütün hedefleri yerine getirerek Lübnan'ın uluslararası arenada ülke konumunda olmayan, işte ekonomisi tükenmiş, altyapı sistemi bitmiş bir Lübnan'ı gösterip burada ilhak etme politikası var. Yani genişleme politikası diyoruz tek taraflı olarak İsrail'in. Dolayısıyla bunu yaparken de bir yandan müzakere masasıyla hem güç toparlamaya çalışıyor İsrail ordusu bir bakıma, hem de Hizbullah ile İran ordusu karşı karşıya gelirse bu krizi fırsata çevirmek için adeta eli tetikte bekleyecek bir pozisyon arıyor İsrail. Yani Onlar nəyə nail oldular? Əsasən heç nəyə. İsrail Müdafiə Naziri Katzın dediklərinə, eləcə də quru əməliyyatı ilə əldə edilən bir çox nəticələrə baxmayaraq, əsas məqsədə Hizbullahın tərk silah edilməsinə nail olunmayıb. Bəs nəticə nədir? Əslində İsrail Müdafiə Naziri sözdə İsrail ordusunun uğurları barədə məlumat verir. Amma biz görürük ki, onlar heç nəyə nail olmayıblar. Livan qəzeti Əl-Cümhuriyyə məlumatlı siyasi mənbəyə istinadən bildirir ki, Livan və İsrail arasında təcavüz etməmək razılaşmasının hazırlanması üçün siyasi və diplomatik səylər sürətləndirilib. Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı və Misirin vasitəçiliyinə əsaslanan bu təşəbbüs çərçivəsində əvvəllər müzakirə edilən təkliflər bərpa edilib. Amma Hizbullahın silahsızlaşdırılması müvəqqəti olaraq qala bilər. Mənbənin məlumatına görə razılaşma İsrailin atəşkəs xəttini çəkilməsini, Livan ordusunun cənuba yerləşdirilməsini və Hizbullahın Litani çayının o tayına çəkilməsini nəzərdə tutan yenilənmiş atəşkəsi nəzərdə tutur. Bunun müqabilində silahlara nəzarət planının işə salınması, mavi xətt boyunca mübahisələrin həlli, Livan məhbuslarının azad edilməsi, sakinlərin zədələnmiş kəndlərə qaytarılması və yenidən qurma işlərinin başlanması nəzərdə tutulur. Razılaşmanın Birləşmiş Ştatların beynəlxalq və ərəb zəmanətləri ilə təmin edilməsi planlaşdırılır. Livanın cənubunun təhlükəsizliyi nizami ordu tərəfindən təmin edilməlidir. Ekspertlər Beyrutun bu şərti yerinə yetirmək istəyinə, eləcə də Tel-Əvivin şimal oxları əməliyyatını yarımçıq qoyacağına da şübhə ilə yanaşırlar. Livan cəmiyyəti və ordusu üçün Hizbullah xarici element deyil. Sizcə Livan ordusu bunu necə edəcək? Özü də Livanın ordusu da yoxdur. Hizbullaha qarşı istənilən həmlə güclü əks cavab alacaq. Livan əhalisi də buna biganə qalmayacaq. Çünki Livanlılar indi Hizbullahın tərəfindədirlər. Bəs Hizbullah kimdir? Bu Livan xalqından, İsraili təhlükə hesab edən Livanlılardan ibarət hərəkatdır. Bu isə vasitəçilərin danışıqlarda ümid etdiyi qrupun Livan mərkəzi hakimiyyəti vasitəsilə tərk silah edilməsini də qeyri-mümkün edir. Dolayısıyla enerji alanında da İsrail'in Lübnan'ı saldırmak suretiyle veya Lübnan'ı tamamen işgal etme hayallerinin olduğunu altına yatan nedenler olarak bunları da ekleyebiliriz. Çünkü Lübnan'ın denizde kıta sahanlığında yaklaşık 2,5 trilyon metreküp bir doğalgaz rezervi var ve İsrail de bunu kontrol etmek istiyor. Dolayısıyla her fırsatta her türlü işte askeri operasyon, stratejik politika gibi tüm argümanları, daha doğrusu şöyle tabir edecek olursak, klavyeye 10 parmağıyla basan bir İsrail var Lübnan'a karşı. Dolayısıyla ateşkesten bir şey çıkmaz. Kısa süreli bir güç toplamadan başka bir avantaj